Bak adama sual vermirlər. Ben Ermoğan'ın Sual vermirlər. Hamıdan əri də var, o yorumu yazanlar. Sakit ol gözəl, xahiş elə mənim beynim pozma səndə. Sizin hamınızın əri də var, qardaşı da var, sevgilisi də var. Və onu da sinə atdırırsınız bu TikTokda. Mənim başım çıxmır. Niyə sizin sahibiniz yoxdur? Niyə sizin yer çıxanınız yoxdur? Nə gəzirsiniz burada? Başa sallam, bax nə gəzirsiniz burada? Yorum da yazanda tərbiyənizlə, qanancınızla yazın. Elə bil ki, yorumundan Akşamınız xeyir olsun. Hoş gördüm. Əsəblərimi çorlamayın. Pəncimə sərtsin, səbrini bas. Ay nə bilim ki, səni kişi başına, ki sən nəsində kişinin başına, ki sən nə sülənirsən burada? Bir yoldaşım Yoldaşım çağırır, gözlüyün gelin. Ayıf deyirsən Allah. Hərəniz öz profilinizə hörmət qoyun. Fey səhifələrlə gəlib burada it oyunu, it yalağı yalamayın. Kişi qıza kişi olun. Nə ayıf də. Adam kişiliyorlar. Güya gözələ alçaq sözlər yazanda evində anasını bacısını tanıyan oğlan hansısa qadın alçaq söz yazmaz. Kişiliyiniz olsun. Deyirəm sosial şəbəkədən biraz çıxım gedim, yox valla. Elə siz kimlər susturmaq üçün burada olmaq yaxşıdır. Valla. Mən də neçə illərdir sosial şəbəkədəyim. Görürsən, profilimə hörmət qoyuram. Hansısa canlıya girəm ki, sinəsi açıqdır. Hansısa canlıya girəm ki, baldırını açıqdır. Mən orada artıq söz yazmıram ki, o mənə niyə desin ki, sənin nəslin bu, kökün bu, barın bu, bardatın bu. Çünki mən nəslimi, kökümü tanıyan qadınam. Özümə söz yetizdirmərəm. Ayıf deyə and olsun Allaha. Bəzi qadınlar tamam ağını çıxartmısınız, siz. Gözəl artıq kəlmə yazanda bir özünüzün həyatınıza baxın. Neçə kişi həyatınızdan girir, həyatınızdan çıxır, arxanızdan girir, qabağınızdan çıxır. Bir ona baxın. Nə bilim, nəslinizdə, kökünüzdə olanlara baxın. Gözəl artıq söz yazmayın. Ayıf da, hamımız Azərbaycanlıyıq. Yox, girir bura, düşmən girir bura. Niyə erməni profil Azərbaycan profilinlə girib bizə gülüş yeri olmalıdır ki? Azərbaycanlar bir-birlərini alçaldırlar, sındırırlar. Ayıf da, bir belə oğullar səndən məndən ötəri, gözəldən ötəri şəhid oldu. Fahişələrimizdən ötəri şəhid oldular ki, Azərbaycanın bir dənə fahişəsi erməniyə əsirgətsə, erməni biləsi deyildi, o fahişədir. Ta da deyəcəkdir ki, Azərbaycan, bax, qiriyyətin əlimdədir. O qiriyyətin əlimdə sözünə görə bir belə oğlanlar canın qoydu bu vətənin yolunda. Analar hamısı qaldı gözü yaşlı, atalar hamısı qaldı gözü yaşlı. Bəzi şəhid ailələrinə də demək istəyirəm ki, bəzilərinə, hamısına aid deyil. Şəhid ailələrinin qabağında baş əyirəm. Amma bəzi şəhid ailələri, xoşun gəlmə gözəlin canlısına girmə. Girmə qardaş, gir söymə. Sən şəhid ailəsən, sən bizim üçün müqəddəssən, sən bizim üçün Allahsan. Başa düşürsən? Əşə, mən 5 şaq atdım, nə inədim öz həyatımda özüm bilərəm. Ərimi də gündə 2 dəfə döymüşəm. Nə hər şeytana da yəni öz hörmətimi saxlayıram, şəhərdim sağ. Nəysə. Eşidirsən? Tula sifət olmayın, kişisiniz, kişiliyiniz olsun. Bir belə 18 yaşında oğlanlarımız can qoydu ki, sizi kimi tulalar bizə söz tap. Ayıf da, kişiliyiniz olsun. Özüm ölüm kişiliyiniz olsun. Mərd olun.